Salam əziz abituriyentlər. Bugün mən sizə preposition mövzusundan biraz ipuçları verəcəm. Diqqətlə qulaq asın. Do you speak any foreign languages? Onu qeyd edeyim ki, 2025 preposition əsasən tərcüməyə dayanıqlı təşkil olunubdur. Besides olacaqdır. Çünki savay deyir ki, ingilisdən savay başqa xarici dil danışırsan. Beside yanında deməkdir, unutmayaq. Yanında. Besides isə savayı başqa deməkdir. Digərləri təbii ki, sənə düzgün tərcümə verməz. There is a small bakery in the center of. In the center of hazır ifadədir. Məhz bu səbəbdən götürəcəyik, doğru. To be good at hazır ifadədir. Nədəsə yaxşı olmaq deməkdir və ya to be bad at hazır ifadə olaraqdan götürəcəyik. To be interested in hazır ifadədir. Elə yadımızda saxlayırıq. Özündən sonra in tələb edəcəkdir. In the evening, in the afternoon, ümumiyyətlə günün hissələrlə in istifadə olunacaqdır. Günün çağları ilə at, məsəl üçün at night, lakin in the evening olacaqdır. Americans borrowed money. Borrow'dan sonra yadımda saxlayıram ki, from gələcəkdir. Dan da mənasını ifadə edir və deyir ki, digər dillərdən çoxlu sözlər borc alır. The smell of fresh bread spread from kitchen, yəni mətbəxdən yayıldı dadım qonaq otağına qədər. From to olacaqdır, sırf tərcümə baxımında istifadə elədiyi ona görə. Glance quickly at olacaqdır, baxmaq mənasını ifadə edir. To glance at və ya to look at. Bax, bu şəkildə istifadə olunur B variantına. What kind of toothpaste do you brush your teeth with? Deyir ki, nə tipli bir diş pastası ilə yuyursan tərcümə baxımından verəcəkdir. Ümumiyyətlə, yadımda saxlayıram ki, ayların qarşısı in gələcəkdir və in ona çevrilər. Əgər burada məsəl üçün mayın onu olsaydı. Proud of hazır ifadədir. Fəxr etmək yadımızda belə saxlayırıq. Took off uşaqlar hazır ifadədir. Təyyarənin qalxmasına deyilir. Bax, bu şəkildə istifadə edəcəksiniz. Sitting in the hər hansı bir otaqda oturmaq isə sitting in the keçə olacaqdır. In the garden deyir, bağdadır. Əlbəttə ki, içində isə in olacaqdır. Place her notebook on the table. Son üstünə qoydu. Əlbəttə ki, ondan istifadə edərik və burada deyir ki, oyuncaqlar stolun altındadır. Çünki başqa qoyacağım bir yer burada münasib sözünü yalnızca C variantında da altında mənasını ifadə edir. To leave early. Burada because of ucbatından mənasını ifadə edir. Buna görə bu səbəbdən in spite of olmalıdır. Despite baxmayaraq ki deməkdir. For, from və getməli tərcüməyə və deyir ki, onlar qərar verdilər ki, səhər erkən oranı tərk etsinlər. Because of the warning about heavy snowfall. Ağır qar yağması xəbərdarlığına görə onlar oranı erkən tərk etməyi qərarlaşdırdılar. A variantı doğru olacaqdır. Sənə düzgün tərcümə verəcəkdir. In our class olacaqdır sinifimizin içində. Well, boys are interested in olacaq əlbəttə ki. See you at the weekenddir. Həftə sonunda at dedi. Yox, əgər orada weekday görsəydin, onda weekday olacaqdır. There is a carpet uşaqlar. Döşəmənin üzərində təbii ki on the floor olacaqdır. Rəfin üzərində təbii ki on the shelf olacaqdır. It's important for me. Mənim üçün vacibdir. Fordan istifadə edərik. The variantıdır buradan. Və the cat is hiding under the bed deyə bilərəm. Yəni yatağın altında gizlənibdir. Tamamilə doğrudur. C variantını götürün. Tom's birthday was a great event. Özünün həyatında. Təbii ki, in my life, in his life hazır ifadə kimi yadımızda saxlayaq. Painting was carefully stored from is damaged condition. Deyir ki, özünün zədələnmiş vəziyyətindən dan-dən şəklində tərcümə olunacaqdır. O şəkildə restavrasiya olundu. Və gedirik tərcüməyə. Because of her kindness, everyone. Deyir ki, mərhəmətliliyinə görə hər kəs ona heyrandır. Despite tərcümə verilmə, əlbəttə ki, digərləri mümkün deyil, tərcümə verə bilməzlər. Sadəcə biraz diqqətli olmaq lazımdır. The river overflowed its banks. Deyir ki, çay axıb daşdı. Due to olardı, ona görə silirik. In spite of və despite eyni testə verilibsə dərhal ikisi də silərəm. İkisi heç bir şəkildə fərqlənmirlər. Nə tərcümə, nə də istifadə olaraqdan. As mənə düzgün tərcümə verməz, amma as a result of olar. Deyir ki, ağır yağışların nəticəsində çay aşdı. Və təbii ki, Y variantı doğru olacaqdır burada. So several police cars across the road under the bridge olacaqdır. Əlbəttə ki, körpünün altında çoxlu polis maşını görür və traffic jams in the evenings olacaqdır. Bəli, günün hissələrlə indən istifadə edərsən. Worked. To work on the project hazır ifadədə proyekti üzərində işləməkdir. Belə yadımızda saxlayaq. We'll go to Britain at the weekend. Həftə sonunda at olacaqdır. Afraid of hazır ifadədə belə də əzbərləyək, yadımızda saxlayaq və həftənin günləri ilə təbii ki, ondan istifadə edərək. I'll meet you on Monday
Live-dən sonra 99% hallarda in istifadə olunur. I live in a quiet neighborhood, yəni ki, sakit bir qonşuluq çərçivəsində yaşayır. Bu the city is, of Bangkok is in Thailand. Taylanddadır. Şəhərlərin, ümumiyyətlə, ölkələrin qarşısında in istifadə olunur əsasən. Kept smiling. Despite the bad news, deyir ki, pis xəbər olmasına baxmayaraq o gülməyə davam elədi. Təbii ki, burada C variantı mənə düzgün tərcümə verəcəkdir. Digərləri verimlər burada off olmalıydı. Depend on hazır ifadədə asılı olmaq deməkdir və is good at, bad at hazır ifadədə qoyuram. Nədəsə yaxşı olmaq, pis olmaq. To be proud of, fəxr eləmək deməkdir və hazır ifadə kimi yadımda saxlayıram. Please turn on və ya turn off da ola bilər. Before you leave. Deyir ki, otağı tərk etməmişdən əvvəl xahiş edirəm, söndür, hər halda off-dan istifadə edəcəm. Söndürmək on olsaydı isə yandırmaq olardı. Children can't play football in the street olacaqdı. Küçədə oynaya bilmirlər. Ask my friend to listen to. Listen özündən sonra to tələb edəcəkdir. Çox faiz hallarda think. Thinkdən sonra ya off gələcəkdir, ya da about gələcəkdir. Bu barədə unutmayaq və görək mənə nə veriblər? About'u veriblər. C variantını götürəcəm əlbəttə ki. The view from the top. Deyir ki, zirvədən mənzərə, dan-dən, sırf tərcümə. Qoydum yerinə və zirvədən mənzərə mənasındadır. Felt much happier və tərcümə gedirəm. After changing, deyir ki, işini dəyişəndən sonra daha xoşbəxt özünü hiss elədi. Can you put the shorts into the wardrobe? Deyir ki, qarderobun içərisinə qoya bilərsəm, təbii ki, içərisinə into olacaqdır düzgün tərcümə ilə. I'll pick you up. Pick you up at the station. Deyir ki, mən səni stansiyadan götürəcəm. At the station-ı verəcəksən əlbəttə ki. He fell from və yaxud da ki, off. He fell off dan-dən. Off'un ikinci tərcüməsi dan-dən şəklindədir. Deyir ki, o öz baykından yıxıldan. What did you buy for? Onun üçün deyir, nə almışsan? What can I do for you? Sənin üçün nə edə bilərəm? Give a cup of tea to. Bəli, cup of tea hazır ifadələrlə yadımızda saxlayacağıq və ümumiyyətlə yazıçıların qarşısında əsasən bay sözündən istifadə olunur. Yəni Dickens tərəfindən yazılmış. Last summer heç nəyə təbii ki, ehtiyac yoxdur. Doğru variantım D variantına gedəcəkdir. Davam edirəm. Deyir ki, I'm grateful to you for everything. To be grateful to somebody for something hazır ifadədir. Kiməsə nəyəsə görə minnətdar olmaq deməkdir. Eləcə də to be thankful to somebody for something hazır ifadədir. She left her keys in the kitchen olacaqdır. Mətbəxin içərisində qoydu əlbəttə. Yəni playing in the garden olacaqdır. Bağda oynadı. Is far from. Yəni bizim ofisdən uzaq mənasını ifadə edir. If you go there, on foot hazır ifadə edir. Piyada getmək mənasını ifadə edir. Və due to the new law, yəni yeni qanuna görə mənasını ifadə edir. Due to yadımıza saxlayaq ki, görə mənasını ifadə edir. Bir çox balaca bizneslər to adjust their practices, onların təcrübələrinə uyğunlaşmalı oldular. Və as a result of her year of dedication, deyir ki, illərlə həsr etməsinin nəticəsində she finally achieved her dream, nəhayət ki, öz arzusuna nail ola bildi. As a result of sənə tərcümə verəcəkdir. In spite of-dan, despite bir yerdəsə dərhası digərləri tərcüməyə getməz. Accent tells you that he is from the south of country. Deyir ki, onun aksenti deyir ki, bu adam bu ərazidəndir. Dan təbii ki, fromdan istifadə edərək. Arrive in a hurry hazır ifadə edir. Yadımızda saxlayırıq. Deyir ki, tələsi içərisində qaçdı, gəldi. Spend the whole afternoon relaxing in the shade of. Kölgənin altında in the shade of olacaqdır. Günəşin altında in the sun olacaq. Yağışın altında in the rain olacaqdır. We stayed at the cafe. Deyir ki, kafedə oturduq, qaldıq. Till it closed late. Gecə bağlanana qədər. Gecə-keç bağlanana qədər. The children played in the park hazır ifadədə yadımızda saxlayırıq və let's take a shelter under the tree till the rain. Bəli, deyir ki, gəl sığınacağımızı, yəni palatkamızı, məsələn, çadırımızı ağacın altına qoyaq. Under the shelter olacaqdır. Under the tree olacaqdır. Başqa mənə düzgün tərcümə verməz bu. Aha. The shop is open at midnight.
və yaxud da ki, till midnight olacaqdı. Yəni gecə yarıya qədər açıq olacaqdı mağaza. Till sənə düzgün tərcümə verəcəkdi. He's proud of hazır ifadədir və burada afraid of hazır ifadədir. Fəxr etmək və yaxud da ki, qorxmaq nədənsə. Reduce is workforce. Burada olacaqdı. Because of deyir ki, maliyyə çətinlikləri səbəbindən onlar işçi qüvvələrini azaltmalı oldular Y variantı. Sırf tərcümə baxımından olacaqdı əlbəttə ki, I haven't seen her since olacaqdı. Deyir ki, keçən yaydan bəri onu görməmişim. Təbii ki, bəri olaraqdan since-dən istifadə edəcək. Present perfect verilibdir burada. Və the children built a small house for a dog under the high. Bəli, deyir ki, ağacın altında it üçün balaca bir ev tikdilər. Bir variantı sənə həm bağlayıcı, həm də düzgün tərcümə də verəcəkdir. I won't leave until the office. I won't leave out of the office until you feel better. Bəli, deyir ki, ofisi üzülü say. Deməli, yadımda saxlayıram ki, bax, bu leave. Özündən sonra ya for tələb eləyəcəkdi, ya da keçinə tələb eləməyəcəkdi. I won't leave for the office until you feel better. Deyir ki, mən ofisə getməyəcəm, sən özünü yaxşı hiss etməyənə qədər Y variantı düzgün tərcümə verəcəkdi sənə. I learned so much from watching. Bəli, deyir ki, baxaraqdan çox şeylər öyrənə bildim. He's been living in this city since olacaqdı. Present perfectdən istifadə olunur. Təbii ki, since sənə bağlayıcı, yəni söz ön olaraqdan düzgün tərcüməyə gedəcəkdir. They found shelter under the rocks. Qayaqların altından deyir ki, onlar bir dənə sığınacaq tapdılar. Da variantı sənə düzgün tərcümə verəcəkdir. They had to postpone the picnic because of bad weather forecast. Pis hava proqnozu proqnozuna görə onlar pikniki təxirə salmalı oldular. Y variantı sənə düzgün tərcümə verəcəkdir və despite the heavy rain, they decided to go hiking. Ağır yoğun yağış olmasına baxmayaraq onlar qərar verdilər ki, hikingə getsinlər, gəzintiyə getsinlər. In spite of olardı və digərlərdə sənə təbii ki, burada due to olardı. Tuzsuz işləmir. Digərlər sənə düzgün tərcümə verməz sadəcə. The flowers bloom despite the lack of sunlight. Deyir ki, güllər çiçək açdılar. Günəş işığının çatışmazlığına baxmayaraq. In spite of olardı, ona görə yanlışdır. Despite doğru götürəcəyik əlbəttə ki. Devam edirəm. Kept her diary under the pillow. Dərhal tərcümə gedirəm. Paşkasının altında saxlayırmış. Very good at solving. Nədəsə yaxşıdırsa to be good at, bad at istifadə edəcəyik. Spoke clearly and confidently despite her nervousness. Deyir ki, özünün əsəbi olmasına baxmayaraq o çox təmiz, aydın və özgüvənli şəkildə danışırdı. Bu variantını düzgün tərcüməyə gedəcəksə stayed home from work because of a terrible headache. Bu deyir ki, çox pis baş ağrısı ucbatından bu adam işdən qaldı, yəni evdə qaldı. Mother was angry with me. To be angry with somebody hazır ifadədir. To be angry with somebody for getting a bad. Niyə görə angry olur? Çünki pis qiymət alıbdı. A variantı sənə düzgün tərcüməni, yerləşməni verəcəkdir. Demək, was postponed. Because of olardı ona görə. Due to poor weather. Və deyir ki, pis hava şəraitinə görə maç təxirə salındı. One of the most talented. Təbii ki, of olacaqdır. Bir ofla verərəm. Əlbəttə ki, ofla mümkün deyil belə bir ifadəni verim. Hazır ifadə deyir. Has become more popular with tourists as a result of improved transportation links. Və deyir ki, həmin ərazi populyarlaşmağa başladı turistlər arasında inkişaf edilmiş nəqliyyat sistemi nəticəsində. Təbii ki, bax, C variantı mənə düzgün tərcümə verəcəkdir. The cat jumped off olacaqdı. Çünki deyir ki, stole dan, bunu unutmayaq ki, bir mənası dan şəklindədir. Deyir ki, tullanır. Miss the train because of the traffic jam. Traffic, yəni tıxacın ucbatından öz qatarını buraxmış olur. Y variantı sənə düzgün tərcümə verəcəkdir. As a result of the new relationships. Və deyir ki, yeni əlaqələrin nəticəsində bir variantı sənə düzgün tərcümə verəcəkdir. Əlbəttə ki, davam edirəm. Kept reading till early morning. With the book in. Bəli, Y variantı mənə düzgün tərcümə verəcəkdir. Əlində kitab ilə səhərə qədər oxumağa davam elədi. Many species have become endangered.
As a result of deforestation, və deyir ki, bir çox növlər, heyvan və ya bitki növləri tükənməyə başladı. Meşəsizləşmənin nəticəsində, təbii ki, D variantı bizə düzgün tərcümə verəcəkdir. The wind blew The wind blew the hat off olacaqdı. Çünki deyir ki, külək onun başındakı deməli papağı apardı, üfürdü başından. D variantı bizə düzgün tərcümədə verəcəkdir. Blow off ümumiyyətlə hazır ifadə olaraqdan da istifadə olunur. They discuss the importance of education. Təhsilin vacibliyi, ünlü şəkildə tərcümə verəcəkdir sənə. Deyir ki, as a result of her hard work and dedication, she was promoted to a higher. Bəli, C variantı bizə düzgün tərcümə verəcəkdir və deyir ki, özünün çalışqanlığı və özünü ona ithaf eləməyə, həsr eləməyə nəticəsində bu adam yüksək vəzifəyə qalxdı, yüksək vəzifəyə çatdı və C variantı bizə düzgün tərcümə verəcəkdir. The match was cancelled because of heavy rain. Deyir ki, ağır yağışların ucbatından təxirə salınır. B variantı bizə düzgün tərcümə verəcəkdir. They enjoyed their picnic. Despite the chill. Bəli, deyir ki, pis hava, pis külək olmasına baxmayaraq onlar öz pikniklərindən zövq aldılar. Bəli, in spite of olardı. Burada ona görə yanlış. Despite A variantı doğruya gedəcəkdir. The roof of the, əlbəttə ki, çünki deyir ki, qədim evin bunun yəlik hal kimi tərcümə olmasını da unutmayaq. Qədim evin damı. The health has improved greatly since olacaqdır. Deyir ki, keçən ildən bəri onun sağlamlığı yaxşılaşıbdır, əlbəttə ki. Və present perfect, ona görə since əsasən yönəlmək lazımdır. She sat quietly on the bench, əlbəttə ki, skamya üzərində ümumiyyətlə oturmaq. On the bench. She spent the whole afternoon reading a book about ancient civilizations. Yəni onlar haqqında oxumağa həsr elədi günorta vaxtında. Struggled to breathe because of olardı. Because of the thick smoke in the room. Bəli, otaqdakı çox belə qalın, yəni ki, çox güclü tüstü ucbatından nəfəs almaqda çətinlik çəkdi. D variantı bizə düzgün tərcüməni verəcəkdir burada. Davam edirəm. Please put these books on the table. Olacaqdır, əlbəttə ki, və ya under the table da ola bilər. Yəni, qutunu qoyaram stolun üstünə və yaxud da ki, stolun altına və mənə düzgün tərcümə. Buradan D variantı verir. He moved here from another city. Deyir ki, o bura başqa bir şəhərdən, Dandan gəlibdir. It is impossible for me to arrive home at 4 o'clock. Mənim üçün saat 4-də evə çatmaq. Deyir ki, qeyri-mümkündür. A variantı mənə düzgün tərcümə verəcəkdir. Fill with smoke. See nothing in the smoke. Tüstünün içərisində. In the smoke-dur. Tüstü ilə dolmaq isə fill with olacaqdır və doğru variantım A variantına gedəcəkdir. Burada works late. At night. Gecə vaxtı, vaxtlara qədər işləyir. When the house is quiet, ev sakitçilik içərisində olanda. D variantı bizə burada düzgün tərcüməni verəcəkdir, əlbəttə ki. Və the treasure had been hidden under the old tree. Bəli, deyir, xəzinə ağacının altında gizlədilibdir. For more than a century, bir əsr boyunca hərəkətin müddətini ifadə edirsə, fordan istifadə edəcəyik, əlbəttə ki. The smell of fresh bread və təzə bir çörəyin un yenə bizə gəldi. İyisindən söhbət gedir. Təbii ki, ofdan istifadə edərik. The kids are playing in the swings. Və deyir ki, onlar kaçelyada oynuyorlar at the playground. The kids are playing on the swings at the playground. Və deyir ki, onlar oyun meydançasında yerləncəkdə oynuyorlar. C variantı bizə gedəcəkdir. He didn't realize how late it was till midnight. Və deyir ki, o gecə yarısına qədər başa düşmədi, dərk eləmədi ki, nə dərəcədə gecdir. Nə dərəcədə gec olduğunu gecə yarısına qədər başa düşmədi. Till midnight bizə burada tərcüməni verəcəkdir.
Pete was in trouble and could rely on hazır ifadədə belə yadımızda saxlayaq. Lady with a baby in her arms came into the room. To come into içəriyə daxil olmaq deməkdir və with her baby, yəni uşağı ilə mənasındadır və doğru variantı with come in to doğru variant Y gedəcəkdir. I wiped the dust off the old books, yəni tozu silmək mənasında istifadə olunubdur və burada yəni ki sözünü olaraqdan yalnızca of uyğunlaşmalı idi. The village lay peacefully under a blanket. Under a blanket niyə görə? Yəni ki qar örtüyünün altında sakit şəkildə dayanmışdı. A variantı düzgün tərcümə gedəcəkdir. The streets were unusually quiet. Deyir ki, küçəlilər qeyri-adi şəkildə sakitçiliyə məruz qalmışlar. Despite the national holiday. Baxmayaraq ki, milli bayram idi. Burada due to milli bayram olduğuna görə sakitçiliyə məruz qalmışlar və yaxud ki, baxmayaraq ki, milli bayram idi, amma küçəlilər sakitçiliyə bürünmüşlər. Yəni burada sözün düzü belə deyək də, ikili yanaşma mümkündür, due to da mümkündür, despite da qərarı siz verin, görək nə olacaqdır. Yeri gəlmişkən arxada due to verilibdir. One of the greatest mysteries of nature və deyir ki, təbiətin ən böyük sirlərindən biri və təbii ki, one of hazır ifadə kimi və təbiətin də sirri Y variantı sənə gedəcəkdir. Burada the museum has been closed. Due to olardı ona görə safety for the renovation, yenilənmə üçün bağlanıbdır. Y variantı düzgün tərcüməyə aparar. When we have dinner at a restaurant, each of us pays for. Yəni hər birimiz yediyimizə görə ödənişlər edirik və doğru variantım A variantına gedəcəkdir burada. I found a letter hidden in an old box at my grandmother's house. Onun evində deyir ki, qutunun içərisində. Sırf tərcüməyi ona görə bu şəkildə götürdük və if the travelers live at down və yaxud da ki before down, they will reach the top of the. Doğru variantın bizə gedəcəkdir. If the travelers live at down, they will reach the top in the morning. Və deyir ki, onlar sübh çağı çıxsalar, səhər çağı gedib ora çatacaqlar. D variantı bizə düzgün tərcüməyə getdi burada. It was very hot to sit in the sun. Günəşin altındadır. In the shade of a big tree. Və böyük bir ağacın kölgəsi. In of doğru variantım A-ya gedəcəkdir burada əlbəttə ki. The vase fell and broke on the floor. Döşəmənin üzərində sınar əlbəttə ki. The town now has cleaner air. Due to olardı, because of the stricter. Bəli, və deyir ki, as a result of olardı, ona görə yanlışı, due to olardı, ona görə yanlışı, because of deyir ki, ciddi ətraf mühit siyasəti baxımına, siyasətinə görə artıq küçələr indi daha təmiz havaya sahibdirlər, malikdirlər, nə bilim bu şəkildə tərcümə olunur. Və gedirəm növbətiyə, Tim's hard work. As a result of Tim's hard work, the project has finished. Deyir ki, komandanın gərgin əməyinin nəticəsində proje cədvəldən təyin olunmuş vaxtdan daha erkən bitdi. Y variantı bizə düzgün tərcüməni verəcəkdir əlbəttə ki. Davam edirəm. The color of the sky, yəni səmanın rəngi mənasındadır. Every year billions of birds move to a warmer. Sırf tərcümə ilə o şəkildə verəcəyik və as a result of heavy rain fall several roads in the city. Bəli, D variantıdır. Yəni ki, gərgin yağışların nəticəsində bir çox yollar, şəhərdə bir çox yollar daşqına məruz qaldılar. I've been waiting here. I've been waiting since 8 o'clock. Deyir ki, saat 8-dən bəri burada gözləyirəm. İndiki bitmiş zaman gəldi və ya indiki bitib davam edən zamandır. Yenə də since-ə ehtiyac vardı. O saatdan bəri gözləyirmiş. Haven't spoken to each other. Since olacaqdı. Yəni bu vaxtdan bəri bir-birlərlə danışmırmışlar. Və a lot of migrants came from USA
To USA from. Bəli, USA-yə başqa müxtəlif ölkələrdən gəliblər sırf tərcümə edə. NT-dən sonra heç nə gələ bilməz. Surprised at hazır ifadədir və doğru variant surprised at what they found. Orada gördüklərinə, tapdıqlarına tərcümə edilmişlər. His name was mentioned several times in the article. Məqalədə onun adı deyir ki, qeyd olunubdur. Bir neçə dəfə it's necessary to make relations with countries which take interest in hazır ifadədir. To make relations with hazır ifadədir. Elə də yadımızda saxlayaq. The flight was delayed. Deyir ki, uçuş təxirə salındı. Due to, yəni, bax, çənə görə təxirə salın və ya yubadıldı şəklində gedəcəkdir. It was important to establish contact with. Hazır ifadədir. Company which was interested in. Hazır ifadədir. Belə də yadımızda saxlayaq. My father took me to the station by car olacaqdır. Əlbəttə ki, Y variantıdır. Maşınla apardı. Nəqliyyat vasitələri by üstə gəl nəqliyyat vasitəsi olacaqdır. Many people become ill because of olardı, due to olardı. As a result of drinking contaminated water. Çirkli suyun içilməsi nəticəsində deyir bir çox insanlar xəstələnirlər. Pieces of fresh vegetables increased. Due to olardı, because of olardı. As a result of the prolonged drought. Və B variantı bizə gedəcək düzgün tərcüməyə və deyir ki, təzə meyvə tərəvəzlərin qiyməti uzun sürən quraqlıqlar nəticəsində qalxıbdır. Bizə düzgün tərcüməni B variantı verəcəkdir. Burada I wrote a letter to my friend. 10 səhvdir. Bəli, gördüyün təqdirdə ondan istifadə edəcəksən. To write a letter to tərcümə verir mənə rahatlıqla. What other books written by Mark Twain have you got in your library? Yəni, kitabxananın içərisində, hər hansı bir yerin içərisində, otağın içərisində təbii ki, indən istifadə edəcək və yazışı və ya şair gördünsə, by'dan istifadə ilə qarşısında, yəni onun tərəfindən işlənmiş. The town has grown a lot since the last major festival. Bəli, keçən dəfəki əsas festivaldan bəri şəhər deyir ki, çox inkişaf eləyibdir. B mənə düzgün tərcümə verir. You must stay at home and go to bed. Sən evdə qalmalı və dərhal yatağa getməlisən. Sırf tərcümə edən post office is on the second floor. 2-ci mərtəbədədir. Of the building, binanın un şəklində verəcək. Doesn't go in for sports on Sundays. Dey gördünsə. And he visits, heç nə gəlməz. Vizitdən sonra feil funksiyasındadır çünki və doğru variantım gedəcəkdir A variantına. The boys were all sitting at the table olacaqdır. Solun arxasına oturmaq at the table'dır. And John took his seat next to his brother. Və John isə öz yerini qardaşının yanına apardı. Bu şəkildə gedirəm. Düşünürəm ki, sizə 167-yə qədər deyəcəm və ondan sonra isə özünüz davam edin. İnşallah, the company is currently under investigation. Niyə görə? Çünki deyir, araşdırma altındadır, sırf tərcümə edir. Danced and laughed at the early hour. Laughed till the early hours. Deyir ki, səhərin sübh çağlarına qədər güldü. Sırf tərcümə edib B variantı ona görə götürdük. Watch TV, televizora baxmaq heç nə gəlməz və tell me what's on television in the evening və deyir, mənə də görüm axşam televiziyada nə vardır. A variantı düzgün tərcüməyə aparacaqdır. Ev istiqamət baxımından heç nə gəlməz. Tired of hazır ifadədir. Doğru variantım D-yə gedəcəkdir burada. He managed to finish his work despite all the distractions. Bütün maneçiliklərə baxmayaraq o işini bitirməyi bacardı. Sırf tərcümə idi. The bridge collapsed because of the weight. Bəli, deyir ki, ağır çəki ucbatından uçdu körpü. B variantı bizə tərcüməni verəcəkdi. Is interested in hazır ifadədi götürdü. Was going to church. Harasa getmək to olacaqdı. Bypass nəqliyyat vasitələri bay olacaqdı. Is located in the city center və şəhərin mərkəzində deyir, yerləşir. C variantı bizə gedəcəkdir. Düzgün tərcümə edirsə, beautiful view of the mountains. Yəni, dağların gözəl mənzərəsi var, deyir. Ünlünün şəklində tərcümə olundu. The label peeled off olacaqdır. Yəni, deyir ki, etiketi soyuldu mənasındadır. Hazır ifadə kimi yadımda saxlayıram olacaqdır. Did you go there? On foot olardı, by ship olardı, by taxi olardı, by plane doğrudur və by car olardı. Ona görə yanlışdır. Davam edirəm. Feel
it with water və deyir ki, onu su ilə doldur. With olacaqdı əlbəttə ki, juice in it isə deyir ki, onun içərisində var idi. Sırf tərcümə baxımından verdim. When we saw the famous actress, səhnədə on the stage olacaqdı. She was holding a bunch of flowers. Hazır ifadədə bir dəstə gül mənasını ifadə edirdi burada. Davam edirəm. My nephew got interested in hazır ifadədə ini götürəcəm. Burada əlbəttə ki, listen to da hazır ifadədə götürəcəm. She finished the race despite feeling very tired. Deyir ki, baxmayaraq ki, o çox yorğun hiss edirdi, amma o yarışmanı bitirə bildi. Y variantı bizə düzgün tərcümə verəcəkdir. Spend on olar ona görə yanlışdır. Apologize to olar ona görə yanlışdır. Və prepare for doğrudur götürəcəm. Borrow from doğrudur götürəcəm. Worry about doğrudur götürəcəm. Complain about doğrudur götürəcəm. Depend on olacaqdır yanlışdır. Bored face olacaqdır yanlışı. Bunlar hazır ifadələrdir. O şəkildə əzbərləmək lazımdır. I'm thankful to you for. Bu to be grateful to somebody for something ifadəsi kimidir. B variantı düzgünlə gedəcəkdir. There was a large crowd of hazır ifadə kimidir. Talpa mənasını ifadə edir. İzdiham mənasını ifadə edir. A crowd of belə D variantı şəklində yadımızda saxlayırıq. The meeting will start at exactly. Yəni saatı bildirir. Ona görə də at exactly 10 o'clock saat məhz onda başlayacaqmış. There is a funny video trending on social media hazır ifadə kimi yadında saxla. I always go to work. By bus olacaqdı. Əlbəttə ki, B variantı bizə düzgünə gedəcəkdir. On foot olardı, by train olardı və yaxud da ki, by car olardı, by tram olardı. Ona görə yanlışdır. Və bizim burada bir səhifədə davam edə bilərəm əslində ki, hazır ifadələr problemi yaşamayasınız. Is looking for. Deyir ki, o öz kitabını axtarır. Looking for the book that once belonged to her father. Hansı ki, bir zamanlar onun atasına məxsus idi. Belong to olacaqdır. Məxsus olmaq olaraqdan look for isə axtarmaq mənasındadır. Deməli, nə dedik? Belongdan sonra to gələcəkdir və doğru variantım deməli, look for C variantdan gedəcək. Spent most of his life. Yəni, bunu hazır ifadə kimi yadımda saxlayıram. Most of, some of, all of bu şəklində yadımızda saxlayaraq. Is fond of bir şey çox sevməkdir. Listening to musicdir. Özdən sonra to tələb edəcəkdir. I'll see you in an hour. Bir saatdan sonra mənasını ifadə edir. Deyir, görüşəcəyik. Received a beautiful present from her friend. Dostundan deyir ki, gözəl bir hədiyyə qazanıb da, alıb da. To go for a walk along the beach istifadə edərəm və yaxud da ki, on the beach istifadə edərəm at sunset. Amma burada əsas vacib olan gün batışıdır. Yəni, günün çağını ifadə edir. At mütləq istifadə olunacaqdır. Doğru variant B variantdan getdi. Walk home after the concert. Konsertdən sonra deyir ki, gəzərəkdən evə getdi. There were no buses late at night. Gecənin geç çağında deyir ki, bus yox imiş. Everyone should brush his teeth in the morning olacaq. Əlbəttə ki, səhərlər hər kəs deyir dişini yusun. Və despite economic crisis, many families had to move. Olmaz əlbəttə ki, as a result of olar bizə düzgün tərcümə. İkisi bərabər verilsin, ümumiyyətlə dərhal sil və deyir ki, iqtisadi krisis nəticəsində bir çox ailələr balaca evlərə köçmək məcburiyyətində qalıblar. We'll meet at the cafe at the corner of. Yəni, yadımda saxlayıram ki, küçədəki künc at the corner olacaqdır. Kafeteriyada deyir, görüşək gəl. Y variantı bizə doğrunu verəcəkdir. Laughed at his silly joke by being upset earlier. Yəni, bu bizə düzgün tərcümə verməz. She laughed at his silly joke despite being deyir ki, məyus olmasına baxmayaraq o onun axmaq gülüşünə gülümsədi. Təbii ki, B variantı mənə düzgün tərcüməni verəcəkdi. Gedirəm, davam edirəm. He placed the vase on the table. On the table between the candles ola bilər. Şamların arasına yerləşdirir. Belə, the view was beautiful. Despite the cloudy weather. Deyir ki, dumanlı hava olmasına baxmayaraq mənzərə möhtəşəm idi. A variantını götürəcək. Carefully lift the lid of the pot. Qazanın qapağını astaca qaldırır və təbii ki, mənə C variantı verəcəkdir. Burada sat in the car until midnight. Gecə yarısına qədər maşın içərisində oturub da D variantı bizə tərcümə verəcəkdir. Waited for da gələr, heç nə gəlməyə də bilər. In the cafe sadəcə olaraq deyir ki, waited at the cafeteria from closing olmaz əlbəttə ki bizdən.
By closing time olmaz. Until closing time ola bilər, amma to the cafe olmaz. I waited in the cafe until closing time D variantı doğru olacaqdır. Deyir ki, kafeteriyada bağlama vaxtına qədər gözlədim. The cat jumped off olacaqdı. The chair and curled up beside the pillow və deyir ki, paduşkanın yanına gedib qıvrılar. The flight was delayed because of technical problemlərə görə deyir ki, yubadılıbdır. With the plane, hansı ki plane ilə baş veribdir. Yəni samalyotla baş verən texniki problemlər, ucubatla problemlərə görə A variantı götürəcək. Spoke with a tone of disappointment, yəni məyusluq səsi ilə, tonu ilə danışırmış. In his voice, səsində. Ona görə də of in doğru variantçıya gedəcəkdi və we've been friends since our first day at the university. Universitetdəki ilk günümüzdən bəri deyir dostluq D variantı bizə gedəcəkdi. Name was listed under the category of. Burada into yox, in olsaydı doğru olardı. Bir də and da bizə doğru ifadəni verir və doğru variantım A olacaqdı. Yəni belə bir kateqoriyaya daxil olubdu. Stopped next to a small village, balaca bir kəndin yanında. On way olardı, ona görə yanlışdı. B variantı götürə bilmərik. At a small village, on our way doğru variantım D variantına gedəcəkdi burada. Doğrudur. Və bu qədər. Digərləri isə sırf tərcümədə düşünürəm ki, tərcümənin öhdəsindən siz gələcəksiniz. Hazır ifadələri əzbərləmək də vacibdir, lakin tərcümə etmək də vacibdir. Hər kəsə uğurlar arzulayıram. Təşəkkür edirəm.